Dünyanın 5 ən məşhur qanunları. Məncə sən onları bilməlisən. Birinci, Murphy qanunu. Gözlənilməz bir şeydən nə qədər çox qorxsanız, onun baş vermə ehtimalı bir o qədər də çoxalır. Yəni nədən qorxursansa, o da sənin başına gələcək. İkinci, Kidlinin qanunu. Probleminizi aydın və konkret yazsanız, artıq onun yarısını həll etmiş olursunuz. Üçüncü, Gilbertin qanunu. Hansısa vəzifəni öz üzərinizə götürdüyünüz zaman, onun həll olunması üçün ən yaxşı yolları tapmaq artıq sizin məsuliyyətinizdir. Yəni siz özünüz tapmalısınız ki, hansı yolla bunu ideallaşdıra bilərəm, daha ya da problemi həll edə bilərəm. Dördüncü, Gilbertin qanunu. Əgər siz üstünlüyü bilgiyə və zəkanıza versəniz, pullar gəlməyə özləri davam eləyəcək. Amma bir əlavə edeyim ki, fərasətiniz olmalıdır. Və sonuncu, Falkland adalarının qanunu. Əgər hansısa məsələ ilə bağlı qərar verməli deyilsinizsə, həmin qərarı ümumiyyətcə verməyin. Buradan bunu başa düşmək olar ki, əgər sizdən heç nə soruşmurlarsa, əgər sizə demirlərsə bunu həll elə, onda onu həll etməyə çalışma. Bəzi şeylər heç bizdən asılı deyil və onları öz axarına buraxmaq lazımdır ki, özünü həll eləsin. Və əgər nəyisə başa düşmürsünüzsə, bəzən təkrar izləmək kömək edir.